Sağa gedən yolda ana yola 300-400 metr məsafədə 2.5 dotda şəxsi tikili həyətə 2-3 maşın girə biləcək evimizin təqdimata gəlmişik. Evimizin arxasından da 1 metrə qədər məsafə qoyulub, yəni keçid mümkündür. Dövlət suyunun sayğacı, qazın, işığın sayğacı, hər bir şey var, şəxsi evdir. Həyətə də 2 maşın rahat girir. Ana yola 300 metr məsafə, padvaldan otaqların hamısının altına keçid var. Burada əl damında kombi, pitiminka hamısı da qeyd olunub, yəni qoyulubdur. İstəyən olsa bu əl damını sökə də bilər, evin qabağını açar. Yəni o şəxsi istəyə bağlıdır. Bircə evə aboy və mətbəx mebeli lazımdır. Şəxsi evdir, çoxdan evidir. Koridor sistemli evdir. Burada qonaq otağımız, radiator, kombi belə hər bir şey var idi. Mətbəximiz tam əşyalı verilib, paltaryan xaladenk götürüləcək deyəsən. Bir də kondisioner. Qalan əşyalar yəni qalır. Yəni elektronikanı götürür. Desko otaq. Bu da digər yataq otağı. Pəncərələr gördüyünüz kimi işıqlıqdır, öz həyətinə baxır. Evin satış qiyməti 64 min, interneti, qazı, işığı, dövlət suyu hər bir şey var. Jackpotdur, tələsin. Ana yola 400 metr.